Kalorini tamamlaya bilərsiniz. Ancaq ki, mütləq sürətdə günlük protein ehtiyacını tamamlamalıdır. Çünki bu uşaqlarda əzələ yıxımına, katabolizmaya meyil dəhşət yüksəkdir. Biz düzgün qidalanmamızı almayanda, düzgün enerjini almayanda uşaqlar əzələdən itirir. Zaten hafif bir nəfəs darlığımızın olma səbəbi, xəstəliklərimizin durmadan tetiklənməsi bizim gelişimimizi birazcık gecikdirir. Bu hallar yaşananda proteindən də əgər uşaq düzgün qidalanmırsa, onu görəcəksiniz ki, əzələ zəifləmələri, gelişimində daha da gerilik, yerimədə gecikmə, hərəkətlilikdə gecikmə çox yaygındır. Buna görə çox xahiş edirəm, ən əsas məsələ heç olmasa, yəni belə burada belə soruşa bilərsiniz. Protein qidalanması mütləq fikir verin. Zaten digər doktor bir sağ olsunlar, indi burada deyil amma ona çox fikir verirlər. Ona görə bu uşaqların nütriyenin dozunu ayarlayırlar, onları verirlər. Amma yenə də siz özünüzlə təxmini, bax burada sizlər üçün yazmışam. Uşağınızın yaş kateqoriyasına görə ayrıl, amma minimum hesablayın ki, uşağın 2 qram kiloqram başına protein qəbul edir. Belə deyim mən burada olanlar üçün, siz enteral qidalarınızla bunu hesablaya bilərsiniz ki, uşağınızın kilosunu 1,5 qrama vurun, enteral qidada heç olmasa o proteini qəbul eləmiş olur. Geri qalanı zaten aldıq qidalardan tamamlayacaqsınız. Çünki 4 qrama qədər zaten yer var kiloqram başına.